Deməli uşaqlar, 20 aprel 2025-ci il 9-cu siniflərin keçirilmiş buraxılış imtahanının listening suallarının cavablarını deyəcəm. Bu arada qeyd edeyim, listeningin audiosunu tapa bilməmişəm, amma listeningin suallarını deməli internet vasitəsilə cavablarını tapıb bu cür izahını verəcəm. Yəni audio məndə yoxdur. Sadəcə olaraq süni intellektdən istifadə edərək cavabları tapmışam. Deməli uşaqlar, ikinci sualda why did Michael leave the group? Qrupu niyə tərk edir? Cavab olacaq D variantı, to be a solo artist. 3-də 1985-ci ildə Michael deyir, digər musiqiçilərlə işləməyə başlayır. To make a song, bir dənə mahnı yazmaq üçün. 4-ün birincisində Michael 4 qardaşı ilə birlikdə pop qrupu yaradıb. Bu true, doğru olacaq. 4.2-də Michael'ın Thriller albümüdür, Grammy ödülləri almadı, yanlışdır, false olacaq. 4.3-də Michael sadəcə bir dənə uğurlu albümü olubdur, yanlışdır, B bəndi. 4.4-də Michael ən gənc üzvü idi qrupun, bu da doğrudur, true. Birinci sual, mətn nə haqqındadır sualı isə Michael Jackson haqqındadır mətnimiz. Michael'ın uşaqlığı deyil, The Jacksons 5 qrupun üzvləri deyil, C variantında pop musiqisinin tarixi deyil, Michael Jackson'ın ilk albümü deyil, The King of Pop Music, pop musiqisinin kralı, yəni Y variantı. Bu arada bu kimin testidirsə, afərin, listening suallarını səhvsiz yazıb. Dediyim kimi, audio məndə deyil uşaqlar, sadəcə olaraq süni intellektdən istifadə edərək cavabları tapmışam.